Hamı keyfdədir, namaz qılır, eşq eləyir. Bu da gəlsin, görsün ki, yox, burada özü başlayanda görsün ki, bu acıdır başdan ayağa. Ən şirin vaxt məqamlarda ayər uşağı gəl deyən namaz qıl. Buna əvvəldən izah eləmək lazımdır ki, namaz səni ilkin mərhələdə qayçı kimi kəsir, başqa ipləri, bağlılıqları o kəsir. O mərhələ biraz acı mərhələdir. Onu keçə bilsən, sonra onun şirinliyi gəlir. Münacatın şirinliyi, yoxsa ki, 2 gün bir gecədə insan o yerə gəlib çata bilmir. Bəziləri dinə tərəf gəlmir, çünki səhv düşüncədədirlər. Və bizim vəzifəmiz budur ki, dini düzgün tanıtdıraq gücümüz çatan qədər. Həm sözümüzlə, həm əməlimizlə. Bunu biz eləməliyik. Amma budur ki, bəziləri də var, çox alçaq insanlar.